Azərbaycanda dünya çempionatının 2026-cı il dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır bu yoldaşlıq görüşü və ilk oyun 2025-ci ildə budur. Futbolçularımız görürsü dəhlizdə artıq ilk addımlarını edirlər. Sumqayıt şəhər stadionunun otoörtüyünə. Təəssüf ki, arenada azarkeşlərin sayı çox deyil. Gözləntilər fərqli idi. Sumqayıtda ilk milli oyunda stadionda daha çox tamaşaçının olacağını çoxları düşünürdü, amma belə deyil. İstənilən halda stadiona gələn milli komandamızı dəstəkləməyə gələn hər bir azarkeşə təşəkkür etməliyik və eyni zamanda milli komandamız onları sevindirməyə çalışacaq. Yoldaşlıq görüşü olsa da milli komandamızın qələbələrə çox böyük ihtiyacı var. Sonuncu dəfə ötən ilin iyun ayında yığmamız yoldaşlıq görüşündə Qazaxıstanı məğlub edib. Budur artıq komandalar, futbolçular ilk mövqeylərini tuturlar meydanda və hər beynəlxalq oyundan əvvəl olduğu kimi komandaların təmsil etdiyi ölkələrin dövlət himnləri səslənəcək. Əvvəlcə qonaq komanda Haiti Respublikasının dövlət himni. Dessaliniyen səsləndi. Haitinin dövlət himni 1903-cü ildən, indi isə Azərbaycan Respublikasının dövlət himni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Baş hakimi Türkiyəli Kadir Sağlamdır. İlk püşkə atacaq bir qədər sonra onun köməkçiləri bugün yan xətlərdə həm yerləri Anıl Usta ilə Deniz Caner Özaral olacaq. Dördüncü hakim funksiyalarını isə ev forması sayıla bilər yığmamızda. Ev dəsti sayıla bilər. Bugün məhz belə seçim edib komandamız. Budur. Kapitanlar hakimin yanında. Türkiyə referi püşkü atır və gəlin Haiti yığmasının heyəti ilə tanış olan. Qapıda 1 Alexander Pierre, 2 Carles Arcu, 4 Ricardo Ode, 8 Martin Experience, 9 Dickens Nazon, 10 Lucius Dontitson, 14 Leverton Pierre, 17 Denli Jean-Jacques, 20 Francis Piero, 21 Christopher Artis və 22 Jean-Kevin Duver. Baş məşqçi Sebastian Minier'dir. Mikrofon arkasında Süleyman Vəliyevdir və bu oyunun başlamasını gözləyirik. 2025-ci ildə ilk dəfə meydana çıxır yığma komandamız. Daha uğurlu, ötən ildə müqayisədə daha uğurlu bilərik. Ümumən isə bugün millimizdə debüt edə biləcək futbolçuların sayı kifayət qədərdir. Gəmin gedişatında onlar haqqında danışarıq. Üstəlik şanslar da daha çox olacaq. Yoldaşlıq görüşü olduğundan bu maçda 6 dəyişiklik etmə imkanı var məşqçilərdə. Yəni normadan artıq sayda 6 dəyişiklik etmək imkanı var məşqçilərdə. Qısa müddət ərzində 4 gün ərzində 2 yoldaşlıq oyununu keçirəcək. Daha doğrusu 3 gün ərzində 2 yoldaşlıq oyununu keçirəcək yığmamız. Bu oyundan sonra martın 25-i Bakıda, Bank Respublika Arenada Belarus yığması ilə üzdə gələcək. Fernando Santos'un yetirmələri və bu toplanışdan maksimum faydalı istifadə etmək fikrindədir yığmamız. Əslində dünən artıq dünya çempionatı seçim mərhələsi start götürüb. Sadəcə millimiz 4 komandalı qrupda yer aldığından millimizin qrupundakı mübarizə sentyabr ayında başlayacaq. Və yeri gəlmişkən tərkib yaxın günlərdə artıq sabah tam dəqiqləşəcək. 3-cü komandanın, 3-cü rəqibimizin adına gələcək. Bu ya Xorvatiya ya da ki Fransa olacaq. Son hazırlıqlar Kadir Sağlamdan və hakim işarəsindən sonra oyun başladı. Uğurlar Azərbaycan. Milli komandamızın Haiti ilə yoldaşlıq oyununda qələbə qazanacağına ümid edirik. Topa ilk toxunuşu bizim futbolçular etdi. Dərhal uzun ötürmə irəli Məhlum Mustafazadədən. Burada Dərman Xunzadəni qabaqlayır Jean-Kevin Duver.
Haitili müdafiəçi. Haiti yığması əlbəttə ki geniş tamaşaçı kütləsinə o qədər də tanış deyil. Bu yeri gəlmişkən Haiti yığmasının Fransalı məşqçisi Sebastien Minye'dir. Nəriman milli komanda forması ilə 5-ci oyununu keçirir. Yəni ki, gol hesabını açmayıb millimizdə. Bir də ki, bugün bu hadisə baş verəcək. Hücumçularımızın məhsuldar oynayacağını ümid edirik. İkinci kez Nazon Piero ilə paslaşdı. Haiti hücumdadır. Nazon sağcılığa ötürmə verdi. Cəfər Quliyev topu ala bilmədi. Ardın cərbə meydan çapısına daxil oldu. Haiti futbolçuları zərbi bucaqdan qaydan top və top qapımızdadır. Top qapımızdadır. Gol qeydə alınır. Fransi Piero hesabı açdı. Erkən qol buraxırıq. Haiti yığması ilk dəfə belə təhlükəli şəkildə oyun epizodunda qapımıza yaxınlaşdı və dərhal hesabı açdı. Şahidin Məmmədəliyev ilk zərbəni dəf etdi. Amma top düz Piero'nun önünə düşdü. O da boş qapını dəqiq nişan aldı. Gəlin izləyək epizodu. Burada Nazon'la Piero paslaşdılar. Daha sonra sağ cinaha çevirdi hücumu Nazon. Elvin Cəfər Quliyev topu ala bilmədi. Daha sonra Bədav Hüseyinov da geride qoydu. Haitili futbolçu offside də yox idi görürük təkrarda və Şahid Məmmədəliyevdən qaydan topu Fransi Piero qapıya göndərdi. Ötən yay Maccabi Haifa komandasının heyətində sabahla maçlarda iştirak etmişdi Piero və Bank Respublika Arenada komandasının vurduğu qollardan birini də vurmuşdu. 0-1. Lucius Donaldson. Ondan futbolçu və son qolumuzun ən böyük pay sahibi oldu.